Güclərinə, bədənlərinə güvəndilər. Peyğəmbərlərini məsxərəyə qoydular. Bizdən daha güclü kim var dedilər. Cavab isə çox şiddətli bir külək ilə oldu. Bu Ad xalqının sonu idi. Bismillahirrahmanirrahim. Ərəb Peyğəmbəri Hud aleyhissalam öz qövmünü, Ad qövmünü uca Allaha ibadət etməyə və bütlərə sitayiş etməkdən əl çəkməyə çağırmağa davam etdi. O, uzun müddət yorulmadan və usanmadan onları Allaha tərəf dönməyə səslədi. Heç vaxt zəiflik göstərmədi və bezmədi. Peyğəmbərlər belə idilər. Səbirli, mətin və nə ilə qarşılaşsalar da çox çətin şeylərə dözür, hətta təhqir olunub böhtana məruz qalsalar belə Rəblərinə təvəkkül edirdilər. Yenə də möhkəm və güclü qalırdılar. Qövmü təkəbbürlə onun yanına gəldi, öz güclərinə güvənərək ona meydan oxudular. Ona dedilər: Əcitənə litəfikənə an alihatina. Ey Hud, sən bizi ilahlarımızdan ayırmaq üçün mü gəlmisən? Biz sənə qarşı çıxırıq. Onlar dedilər: Fə'tina bima ta'iduna in kunta minas sadiqin. Əgər Rəbbin bütləri tərk etməsək, bizi əzabla təhdid edirsə, onda gətir gəlsin, biz hazırıq. Biz Rəbbinin əzabını görmək istəyirik. Bundan əvvəl də bir çox millətlər eyni şey etmiş. Allahın əzabını tezləşdirməyə çalışmışdılar. Allahın əzabına meydan oxuyarkən nə qədər də həyasızdırlar. Fə'tina bima ta'iduna in kunta minas sadiqin. Hud aleyhissalam buna cavab olaraq dedi: Qalə innəməl ilmu indəllah. Əzabın və həlakın vaxtı mənim əlimdə deyil, aləmlərin Rəbbinin əlindədir. Mənim vəzifəm budur. Və ubəlliğukum mə ursiltu bih, vələkinni ərakum qavmən təcəhəlun. Onlar ona dedilər: əgər doğrusansa bizə o əzabı gətir və sözü uzatma. Çünki biz bu əzabı görmək istəyirik. Axı biz böyük güc və qüdrət sahibləriyik. Gücdə bizdən üstün kim var? Bizə əzabı kim endirə bilər? Bizim qalalarımız, bol azuqəmiz, çaylarımız, bəndilərimiz və bol suyumuz var. Hər şeyimiz var. Kim bizə zərər verə bilər və ya bizə acı çəkdirə bilər? Hud onlara dedi: Qalə qad vəqə aleykum min rabbikum ricsun və qadab. Qərar verilmişdir. Allahın qəzəbi sizi yaxalayacaqdır. Ətücadilunəni fi əsməin səmməytumuhə əntum və əbəukum. Sizin adlandırdığınız o bütlər barədə mənimlə mübahisə edirsiniz. Elə isə gözləyin, görək nə olur. Hud aleyhissalam onlara dedi: gəlin gözləyək. Yanımda möminlər, təvəzzəkar və zəif insanlar var. Siz isə bütün gücə sahib olan kafirlərsiniz. Elə isə gözləyin, mən də sizinlə bərabər gözləyənlərdənəm. Onlar əzabın hara enəcəyi və onlara necə təsir edəcəyi barədə maraqlanırdılar. Onların əsas güc mənbəyi yağan yağış idi və əllərindəki torpaq heç bir resursu olmayan bir səhra idi. Allah onlardan yağışı bir il müddətində kəsərək onların ruzi mənbəyini əngəllədi. Məhsullar solmağa başladı. Tarlalar qurudu. Onlar dedilər: ikinci il özümüzü bərpa edəcəyik. Çünki kifayət qədər ehtiyatları var idi. İkinci ildə yağış kəsildi və onlar dedilər: üçüncü ilə qədər dözəcəyik və səbr edəcəyik. Üçüncü ildə yağış kəsildi və dedilər: məhv olub, yox olacaq. İndi onlar özlərini zəif hiss etməyə başladılar. Siz deyirdiniz ki, bizdən daha güclü kim var? Siz Allahın Peyğəmbərinə öz sözlərinizlə meydan oxumağa cürət edirsiniz. Əgər doğru deyirsənsə bizə təhdid etdiyin şeyi gətir görək. Siz yağışı idarə edə bilmədiniz, o Allah sizi tamamilə məhv etdi. Beləliklə rəhbərlər yağış duası etməyin zəruri olduğuna qərar verdilər. Onlar Allaha inanırdılar, lakin ona şərik qoşurdular. Darda qaldıqları zaman hara üst tuturlar, göylərdə olanı üst tuturlar. Kafirin və müşrikin təbiətinə baxın. Onlar dedilər, yağış duasını harda etməliyik? Dedilər, əlbəttə ki, Məkkəyə gedəcəyik. Çünki Məkkədən daha yaxşı yer yoxdur. Oraya gedəcəyik və Uca Allaha bizə yağış bəxş etməsi üçün yalvaracaq. Beləliklə, 4 rəhbərlə birlikdə 70 nəfəri yanlarına aldılar. Bu 4 rəhbərdən biri əslində Hud Peyğəmbərə aleyhissalam iman gətirmişdi. Lakin
imanını gizlədirdi. Onun adı Mürsəd idi. Səhra yenidən öz əvvəlki halına döndü. Məhsulun çoxu tələf oldu və qida ehtiyatları tükənməyə başladı. Bir vaxtlar öz gücləri ilə öyünən, xalqlara zülm edən, insanlara və Allahın Peyğəmbərinə qarşı hökmranlıq edən insanların indiki halı acınacaqlı idi. Əzab onların arasında yayılmağa başladı. Nümayəndə heyəti Uca Allaha yağış üçün dua etmək məqsədi ilə Məkkəyə yola düşdü. Məkkəyə çatdılar, orada bəzi qohumları və bir əmiləri yaşayırdı. Onların yanında qaldılar. Günlərlə orada qaldılar. Onlara yemək və içki, o cümlədən şərab verildi. Əyləndilər və kənizlərlə vaxt keçirdilər. Günlər keçdikcə bu torpağa nə məqsədlə gəldiklərini unutdular. Təsəvvür edin, acı-susuz qalan və məhv olmaqla üz-üzə duran öz qövmlərini unutdular. Susuzluqlarını yatırmaq üçün Rəblərinə yağış duası etməyə gəlmişdilər, lakin bütün bunları unutdular. Tam bir ay keçdikdən sonra onları qonaq edən əmiləri xatırlatmaq istədi ki, onlar buraya sadəcə kef çəkməyə gəlməyiblər. Lakin onların qəlbləri artıq daşlaşmış və kütləşmişdi. Beləcə içməyə, rəqs etməyə, mahnı oxumağa və ziyafətlərə davam etdilər. Nəhayət, əmilər onlara gəliş məqsədlərini və hədəflərini xatırlatdı. O dedi, ey cəmaat, siz buraya ehtiyac ucbatından, Məscid-ül Haramda Rəbbinizə yağış üçün dua etməyə gəlmisiniz. Bəs sizə mane olan nədir? Gedin Rəbbinizə dua edin, bəlkə sizə yağış bəxş edər. İmanını gizlədən və qövmün rəhbərlərindən biri olan Mürsəd ayağa durdu. O dedi, mənim qövmümə etdikləri dua ilə yağış verilməyəcək. İnsanlar ona baxıb dedilər, bəs niyə bizə yağış verilməyəcək? O dedi, Allahın Peyğəmbəri Huda tabi olmayınca sizə yağış verilməyəcək. Onlar dedilər, sən nə danışırsan? O dedi, bəli, mən onun dinindəyəm. O həmin anda imanını bəyan etdi. Dedi ki, dua və ibadət sizə fayda verməyəcək. Çünki siz müşriksiniz və əməlləriniz boşa çıxacaq. Bütün bunların sizə bir faydası olmayacaq. Əgər yağışın yağmasını istəyirsinizsə, Huda tabi olmalısınız. Buna görə insanlar ona qəzəbləndilər və dedilər, sən bizimlə Məscid-ül Harama gəlməyəcəksən. Onlar əmilərinə Mürsədin yanlarında həbs etməyi və dua üçün onlarla birlikdə çölə çıxmağa icazə verməməyi əmr etdilər. Beləliklə, 70 nəfər 3 rəhbərlə birlikdə Kəbənin yanındakı Məscid-ül Harama daxil oldular və əllərini qaldırıb uca Rəblərinə onlara yağış bəxş etməsi üçün yalvardılar. Biz onlara mömin yoxsa müşrik deməliyik. Hətta Qureyş kafirləri də Allaha inanırdılar. Lakin bütləri Allahla aralarında vasitəçi sayaraq və onlara yalnız Allaha yaxınlaşmaq üçün ibadət etdiklərini iddia edərək ona şərik qoşurdular. Onlar şövqlə dua etməyə davam etdilər və qəfildən uzaqdan göydə 3 buludun yaxınlaşdığını gördülər. Allah. Cavaba baxın. Cavab dərhal gəldi. Rəbbimizə dua edən kimi o bizə cavab verdi. Budur. Uzaqdan 3 bulud göründü. Biri ağ, biri qırmızı, biri isə qara. Bu 3 bulud onlara yaxınlaşdı. Onlara səslənən birinin səsini eşitdilər. Ey filan kəs, hansı buludu seçirsən? Ağ, qırmızı, yoxsa qara? Onlar qara olanı seçdilər və dedilər, görünür ən çox su bundadır. Onlar sevindilər və öz qövmlərinin yanına qayıtmaq üçün bir-birlərinə xəbər verdilər. Onlar Məkkədən cənuba, Omanla Yəmən arasındakı Əhqafa qayıdacaqlar. Buludlar onları izləyə-izləyə, böyük bir həvəs və sevinclə öz qövmlərinə tərəf sürətlə yeriməyə başladılar. Hər kəs deyirdi ki, Allah onlara öz məqamlarına görə və haqq yolda olduqları üçün cavab verib. فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ Qara buludun onlara tərəf gəldiyini gördülər. Uca Allahın onlara qarşı qurduğu tədbirə, məkrə baxın. Onlar cənuba qayıtdılar. Buludlar da vadilərinə doğru onları izlədi. Dedilər, məsələ həll olundu. Yağış yağacaq və bütün xeyir-bərəkət gəldi. فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ
قالوا هذا عارض ممطرنا. Bunu ilk fərq edən Əhqafda gözləyən yaşlı bir qadın oldu. O, insanların qayıtdığını və buludları gördü və təəccübləndi. Onlar dedilər, sənə nə olub? Bu yağış buludu və bərəkətdir. Qadın dedi, xeyr, Allah and olsun ki, mən onun içində atəş qığılcımları gördüm. بل هو ما استعجلتم به. Siz Allahın peyğəmbərinə sənə vəd olunanı bizə gətir demirdinizmi? بل هو ما استعجلتم به. ريح فيها عذاب. Onlar bunun yağış olduğunu düşünərək qövmlərinin yanına tələsdilər və küləyin şiddətləndiyini hiss etməyə başladılar. İnsanlar qorxu ilə ümid arasında qalmışdılar. Yağış üçün ümid edənlər və güclü küləkdən qorxanlar. ريح فيها عذاب أليم. Küləklər Ad qövmünün üzərində şiddətlənməyə başladı. İnsanlar qorxu və təşviş hiss etməyə başladılar. Onlar artıq doğadan qayıdıblar. Bu qara bulud onlarla bərabərdir və külək şiddətlənməyə başlayıb. Lakin onlar bilmirlər, bu onları məhv edəcək dağıdıcı bir fırtınadır, yoxsa Rəbblərindən gələn və onları xilas edəcək bir rəhmətdir. Qövmdən 7 nəfər ayağa qalxıb dedi, biz bulud çatmamış şəhərin qarşısındakı yüksəkliyə gedəcəyik. Nə baş verəcəyini gördükdən sonra sizə xəbər verəcəyik. O 7 nəfər oraya getdi. Külək onlardan birini qaldırıb yerə çırpdı və başı bədənindən ayrıldı. Şiddətli bir külək. Sonra ikincisi, üçüncüsü, dördüncüsü, altıncısı məhv oldu. Yedincisi isə qaçdı. Hud peyğəmbər onun qarşısında dayandı. Ona dedi, Allahdan qorx və iman gətir. Gördüyünü gördün. Lakin o imtina etdi və uca Allaha küfr etməkdə israr etdi. Allah Hud peyğəmbərə aleyhissalam və möminlərə oranı tərk etməyi və Allahın əzabı indiyi zaman əzabdan ona sığınmağı əmr etdi. Külək tədricən şiddətlənməyə başladı. Bəzi insanlar evlərinə sığındılar. Lakin bu küləyin həddindən artıq soyuq olması səbəbindən insanlar ölməyə başladılar. Onlar özlərini göyə qaldırıb yerə çırpan fırtınalı küləkdən ölməsələr də şiddətli soyuqdan ölürdülər. وأما عاد فأهلكوا بريح صرصر عاتية. Son dərəcə soyuq və şiddəti dözülməz idi. 7 gecə və 8 gün ərzində kim yemək tapmaq və ya ehtiyacını ödəmək üçün evindən çıxdısa, külək onu göyə qaldırdı. Sonra onu yerə elə çırpırdı ki, kökündən qopardılmış xurma kötüyü kimi cansız qalırdılar. Evində sığınacaq tapanları isə soyuqdan qorunmaq üçün yandırdıqları atəş belə xilas edə bilmədi. Soyuq onları məhv etdi. Külək 7 gecə boyunca davam etdi. سخرها عليهم 7 ليال و8 أيام حسوما. Bizdən daha güclü kim var? Deyən insanlar hardadır? Əgər doğru deyirsənsə, bizi təhdid etdiyin şeyi gətir görək. Deyənlər hardadır? Başqa ölkələrə haqsız yerə zülm etmək üçün səfər edənlər və birini yaxaladıqda amansızlıqla rəftar edənlər hardadır? Təkəbbürlə yeriyib bizdən daha güclü kim var deyənlər hardadır? Məgər onlar görmədilər ki, onları yaradan Allah özü gücdə onlardan qat-qat üstündür. سخرها عليهم 7 ليال و8 أيام حسوما. Nə kiçiyə, nə böyüyə, nə qocaya, nə gəncə, nə qadına, nə də kişiyə rəhm etdi. وفي عاد إذ أرسلنا عليهم الريح العقيم ما تذر من شيء أتت عليه إلا جعلته كالرميم. Allah bu küləyi Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edən bir külək kimi vəsf etmişdir. 8 gün başa çatdıqda möminlər Hud peyğəmbərlə aleyhissalam bərabər gizlənmişdilər. İndi o xalqdan geriyə nə qaldı? Külək sakitləşdi və bütün cəsədlər ya evlərin içində, ya da çöldə ətrafa səpələnmişdi.
Beləliklə, Uca Allah bu cəsədləri daşıyıb dənizə atmaq üçün böyük qara quşlar göndərdi və səhərə yaxın evlərdən başqa heç bir şey qalmadı. Onların məskənlərindən başqa heç bir şey görünmürdü. Biz günahkar qövmü belə cəzalandırırıq. Zalimlar, məzlumları əzənlər. Bu Ad qövmü idi. Onlar Rəblərinin ayələrini inkar etdilər. Peyğəmbərlərinə asi oldular və hər bir inatkar zalimin əmrinə tabe oldular. Öz qüdrətli rəhbərlərinin ardınca getdilər. Onlar bu dünyada da, qiyamət günündə də lənətə düçar oldular. Şübhəsiz ki, Ad qövmü Rəbbini inkar etdi. Hudun qövmü olan Ad məhv olsun. Hər şey bitdikdən sonra Hud aleyhisselam və möminlər Uca Allahın o günahkar insanlara nə etdiyinin şahid oldular. Sonra Hud öz qövmü ilə birlikdə Allahın müqəddəs evinə, Kəbəyə getdi və həcc ziyarətini yerinə yetirdi. Onların qohumlarının, əmi oğullarının vaxtı gəldi. Onlar yarımadanın cənub hissəsində deyil, Ərəbistan yarımadasının şimal hissəsində idilər. Yaxşı, bəs onlar nə etdilər? Onlar Ad qövmünün etdiklərindən daha pisini etdilər. Uca Allah onlarla necə rəftar etdi? Davamı növbəti seriyalarda.